Xoş gördük, değerli dostlar. Bhagavad Gita'nın, Srimad Bhagavatam'ın değerli dinleyicileri. Gördüğünüz kimi burada bizim değerli dinleyicilerimizin birinden belə bir değerli sual. Mən sualı mətn şəklində mətnini yazıb göndərdim hamıya. İndi oxuyuram. Yazır ki, reinkarnasiya sistemi səbəb-nəticə qanununa uyğun çalışır. Yəni kobud desək, nə əkərsən, onu da biçərsən. Bir karma olmalıdır ki, növbəti bədən o karmanı yaşasın. Sualım belədir, bəs ilk insan bədəninə verilən ruh hansı karmaya görə təyin olunur? Onun karması hardan gəlir? Axı əvvəl həyat olmayıb ki, hər hansı bir karmaya uyğun həyat yaşasın. Zəhmət olmasa cavablandırın. Əvvəlcə sual verənə özləri minnətdarlığımı bildirirəm. Ağıllı, dərrəkəli, dəyərli, aktual suala görə. O ki, qaldı sualın cavabına. Bəli, karma qanunu belə səslənir ki, indiki keçmişin nəticəsi gələcəyin səbəbidir. İndiki keçmişin nəticəsi gələcəyin səbəbidir. İndi mən mühazirələrdə dönə-dönə təkrar elədiyim belə bir məsələ var. Bu çox ciddi məsələdir. Hansı ki, müasir din xadimləri, fəlsəfə, filosoflar tərəfindən o qədər də öyrənilməmişdir. Yəni, dərk olunmamış qalır. Bu da nədir? Bu da bizim həyata baxışımızdır. Həyata baxışımız. Həyata baxış bucağı. Həyata baxış bucağı son neçə min illiyi həyata baxış bucağın materializm fəlsəfəsi formalaşdırıb. Materialist fəlsəfə yəni ki, bədən maddiyyat faktorunu ön plana qoyur. Maddiyyat faktorunu ön plana qoyur. Yəni, maddiyyatın ruhi reallıq üzərində durduğunu, faktını belə reallıq kimi qəbul eləmir. Yəni, həyat canlıdan doğur. Üzr istəyirəm. Yəni, materiya əzəli deyil. Əzəli olan ruhdur. Ruhu reallıqdır. Yəni, əbədiyyət reallıqdır. Əbədiyyət mövcuddur. Əbədiyyət var. Əbədiyyətin daxilində bu maddi dünya özünün yaranma, saxalanma, dağılma prosesləri ilə bir yerdə çox balaca bir yer tutur. Necə ki, ölkəmizdə azad ölkə var, azad insanlar var. Bir də hansı ölkənin hansısa bir küncündə həbsxana deyilən yer var ki, orada da bu ölkənin vətəndaşları həbsxanada dustaq həyatı sürürlər. Azadlıqdan məhrum olunmuş həyat sürürlər. Düzdür. Bax, beləcə də əbədiyyət var ancaq. Bu ilahi şuurdur. Bizim ruhun əzəli ilahi şuurumuzdur. Ki, orada zaman deyilən faktorun hökmü yoxdur. Bildiniz, yaranış, saxlanış, dağılış prosesləri bunlar nisbi söhbətlərdir. Bunlar ancaq bu maddi dünyaya aiddir, maddiyyata aiddir. Yaranış, dağılış, saxlanış, bu Allah hali şəxsin, Tanrının illüzor enerjisidir. Onun küllü miqdarda enerjilərindən biridir. O illüzor enerjinin fəaliyyəti adından göründüyü kimi illüziya olduğuna görə o uzun müddət ola bilməz. Onun üzərində Tanrının başqa bir enerjisi olan kala, zaman enerjisinin hökmü var ki, bu enerjinin fəaliyyətini məhdudlandırır. Bildiniz. Bu əbədiyyətdə xas olan əbədiyyətin küllü miqdarda enerjilərindən biridir. Tanrının sonsuz sayda enerjilərindəndir, bildiniz. Ona görə də yaranış, saxlanış, dağılış prosesləri nisbi proses, nisbi anlayışdır. Bunlar mütləq anlayış deyirlər. Çünki yalnız illüzor enerjinin fəaliyyətinə aiddir o. İllüzor enerji maya. Dini mənbələrdə ona şeytan deyirlər, iblis deyirlər, nə deyirlər və s. Ona görə də bu yaranış, saxlanış, dağılış prosesləri nisbi söhbətdir.
Bu enerji vardır və o neyir? Təzahür eləyir, bir də təzahür olmamış hala keçir. Təzahür eləyir, bir də təzahür olmamış hala keçir və salam. Bu enerjinin belə bir xüsusiyyəti var. Ona görə də bu maddi dünyanın təzahür eləməsi, sonra təzahür eləməməsi bu siklik prosesdir. Siklik, yəni bu təkrarlanan prosesdir, təkrarlanır. Bu təkrarlanan prosesdir, bildiyiniz nətəri? Bu belə deyil ki, təsadüfdən, ona görə dedim, söhbətimi ondan başladım ki, materialist dünya görüşü hər yerə nüfuz edib gənə insanlar materiyanın konsepsiyasından, prizmasından baxmağa öyrəşiblər. Təhsil sistemi bunun üstündə qurulubdur. Bütün elmi dairələr bu ətrafda bunu reallıq olaraq danışırlar. Ona görə biz bu cür baxırıq. Materiyanın müvəqqəti zamanın təsiri altında olan materiyanın yaranma, saxılma, dağılma proseslərinə məhkum olan materiyanın prizmasından həqiqəti dərk eləməyə çalışır insan, başa düşməyə çalışır. Onda da heç nə alınmır. Yalnız əbədiyyətin çərçivəsindən, əbədi olanın çərçivəsindən, biz buna deyirik Krishna şuuru, ilahi şuur. Əbədi olanın çərçivəsindən, əbədi enerjinin çərçivəsindən, prizmasından üzr istəyirəm. Ancaq bu prosesləri başa düşmək mümkündür. Müvəqqəti maddinin prizmasından bunları başa düşmək mümkün deyil. Dolaşa-dolaşa gedirlər. O qədər küllü miqdarda fərziyyələr, nəzəriyyələr, nə bilim, daha nələr. Yəni bu proses mütəmadi baş verir, siklikdir, yəni təkrarlanır. Həbsxanaya gələnlər gəlir, vaxtını qutarır, çıxarır, buraxıb gedirlər, sonra yeniləri gəlir. Həbsxana da durub orada. Eləcə də maddi dünya əbədiyyətdən gəlirlər, bizə ruhi canlılar, bizim kimi ruhi şəxsiyyətlər gəlir burada, bədən alır. Əzəli səbəb əbədiyyətdədir. Necə ki, həbsxanaya düşən dustağın ora düşməyin əzəli səbəbi azadlıqda elədikləridir. Azadlıqda bu və digər qanun pozğuntusuna yol verir və o göndərirlər həbsxanaya. Sonra həbsxanada da kameradan kameraya keçirdə bilərlər. Bu işdən o işə, o xidmətdən bu xidmətə keçirə bilərlər. Amma ora düşməyin əzəli səbəbi azadlıqda olmuşdu. Azadlıqda bu və digər qanun pozğunluğuna yol vermişdi. Onu gətirib atırlar həbsxanaya. Bax, beləcə canlı varlıq əbədiyyətdə bu və digər əbədiyyətin qanunlarına, bu və digər qanun pozuntusuna yol verir. Müstəqilliyindən sui-istifadə edir, belə deyək. Azacıq cüzi müstəqilliyindən. O göndərirlər, gəlir bura maddi dünyaya. Və bu maddi dünyaya gələndən sonra burada onun üçün təklif olunub, onun üçün əvvəlcədən hazırlanıb, qoyulub 8 milyon 400 min canlı varlıq forması. Bunu Tanrı Krishna deyir özünün vedalarında. 8 milyon 400 min, 8 milyon başqa canlılardır, 400 min də insan forması bizim kainatda. Bunların hamısında təkamül eləyir, fırlanır şuurunun, materiyaya, maddiyyata aludəçiliyinin miqdarından asılı olaraq. Maddiyyata aludəçiliyin miqdarından asılı olaraq burada ya aşağı həyat formalarına tənəzzül edir, ya yuxarı həyat formalarına təkamül eləyir. Və son nəticədə insan formasına gəlir, çıxır. Bunların hamısını keçəndən sonra insan forması təzədəndən bu maddi mövcudiyyatı tərk eləyib özünün əbədi reallığını bərpa eləmək üçün verilmiş şansdır. İnsan bədəni. Biz insan deyilik. Biz insan bədəni almış ruhi, canlı, fərdi şəxsiyyətlərik, əbədiyyətin sakinləri. Bildiniz? Biz insan deyilik. Yəni, həbsxanada oturan dustaq deyil ki, o azadlıqda kimdirsə də, həkimdir, müəllimdir, biznesmendir, kimdirsə. Amma gəlib həbsxanaya düşəndən sonra onun adı olur dustaq və salam. Dustaq. Amma əslində o dustaq deyil, o azadlıqda onun bu və digər işi gücü var, sənəti var, peşəsi var, mövqeyi var. Eləcə də biz əbədiyyətdə şəxsiyyətlərik, özümüzün yerimiz, yurdumuz, mövqeyimiz, əbədi həyatımız, yaşayırıq, mövcudluğumuz. Sadəcə olaraq bu maddi dünyaya gələndə onların hamısı özümüzü unutmaqla bir yerdə unudulur. Bildiyiniz, hamısı unudulur. Hər şeyi unuduruq. Əvəzində bizə illüzor enerji, illüzor bədən verir. Adını da qoyuruq insan bədəni. İnsan bədəni. İnsan bədəni bu 8 milyon bədəndən biridir. Ona görə də burada karma dəyişir. Karma qanunu fəaliyyət həyata keçirilir, fəaliyyətin nəticələrini əldə edirik.
O fəaliyyət öz bildiyimiz kimidirsə, öz başına ayıqsa, onun nəticələrini özümüz cavab veririk, alınır karma. Yox, o fəaliyyət Tanrının göstərişlərinə uyğundursa, biz tədricən azad oluruq fəaliyyətdən, tam təmənnasız fəaliyyət həyata keçirib qurtuluruq buradan. Buna karma qalır. Əzəli səbəb əbədiyyətdə baş verir. Əbədiyyətdə olur. Əzəli səbəb ki, hansına görə biz bura gəlmişik ümumiyyətlə. Və deyilir ki, Vedalarda bura gələndə əzəli səbəb əbədiyyətdə bu və ya digər qanun pozuntusudan, bu və ya digər narusheniya, belə Rusca deyilir. Qayda pozuntusu, bu və ya digər. İndi bu məsələ olduqca nəcib məsələ deyib, bunu özünü dərk eləmə prosesində irəliyə gedən insana agah olur. Özünü dərk etmə prosesində irəliyə gedən insana bu agah olur. Bildiyiniz bu, yəni necə olur ki, əbədiyyətdə biz belə bir şeyə yol veririk ki, biz gəlirik maddi dünyaya. Əks halda bunun başqa izahı yoxdur. Maddi dünya əbədiyyətin həbsxanası bir növü əbədiyyətin həbsxanası rolundur. Bütün maddi mövcudiyat cənnəti ilə cəhənnəmi bir əbədiyyətin həbsxanasıdır, bildiyiniz. Bura gələnlər də nə? Həbsxana kim gəlir? Cəza çəkənlər. Biz də hamımız həmin o kateqoridənək. Ona görə maddi dünya cəza çəkmə müəssisəsidir bir nöqteyi nəzərdən. Əzəli səbəb əbədiyyətdədir. Əbədiyyətdə bu və digər qanun pozluğuna yol vermişik. Gəlirik bura və burada 8.400.000 formanı keçirik. Həşəratlar, quşlar, bitkilər, su heyvanları və son ən axırıncısı insan bədəni olur. Ən axırıncı bizə insan bədəni təqdim olunur ki, sənə şans verir ki, buradan qutarasan, çıxasan bu doğuluş ölüv dövranından, kərxi fələkdən. İnsan bədənində biz təyinatına uyğun istifadə eləməyəndə bir də təzədən düşünləşirik, aşağılara gedə bilirik. Heyvan bədəni, bitki bədəni, quş bədəni, həşərat bədəni, bildiniz? Bu proses belədir, belə. Həm aşağı, həm yuxarıdır. Bax, belə, burada yəni, mənə elə gəlir ki, burada aydın olmayan bir şey yoxdur. Sadəcə olaraq, mən təkrar edirəm. Biz vərdiş eləmişik, öyrənmişik ki, yaşadığımız, mövcud olduğumuz, təhsil aldığımız, vərdiş elədiyimiz bu bədən maddiyyat konsepsiyasından dərk olunmaz qanunları, transendental qanunları, əbədiyyətin qanunlarını dərk eləməyə çalışır. Bu da mümkün olan şey deyil. Aşağıdan yuxarı dərk eləmək mümkün deyil. Ona görə Həzrət Əli əleyhissalam deyirdi ki, özünü dərk eləyən, özünü tanıyan Allah tanıyacaq. Yəni, özünün ruhi təbiətini dərk eləyəndə insanın belə bir imkanı yaranır ki, o, transendental səviyyədən, ilahi səviyyədən, əbədiyyətin nöqteyi nəzərindən bura baxsın. Maddiyyata baxsın, başa düşdünüz? Maddiyyatın prizmasından əbədiyyata baxmasın. Əbədiyyətin prizmasından maddiyyata baxsın. Buna biz deyirik Krishna şuuru. Biz buna deyirik ilahi şuur. Bu bizim əzəli ilahi şuurumuzdur. Tanrı ilə eyni keyfiyyətli şuura malikik biz. Bunu bərpa eləməklə insan bu şeylərin hamısı onun ovcunun içində kimi açılır. Hər şey başa düşürsən. Hər şey aydındır. Nə deyir? Örtülü bir şey yoxdur. Amma çox təəssüf olsun ki, bugünkü gündə nə də din xadimlərinin, nə filosofların, nə təhsil sisteminin belə bir nəyi yoxdur, belə bir nəzəriyyəsi mi deyim, yoxdur ki, insanlara bu cür bilik versin. Bu cür biliyin mənbəyi ancaq Bhagavad Gita'dır. Bhagavad Gita bu cür biliyin mənbəyidir. Şrimad Bhagavatam, Bhagavad Gita hansından ki, biz mütəmadi mühazirlər veririk. Bax belə. Hətta Veda təlimi deyir ki, hər bir kainat yaradılanda birinci canlı varlıq kimi orada Həzrət Brahma təzahürləyir. Brahma 4 başlı mələkdir bizim kainatda. Başqa kainatlarda 10 başlıların sayı çoxdur. Çünki kainatlar ölçüsünə görədir. Elə kainatlar var ki, orada Brahmanın 1000 dənə başı var. Kainatın ölçüsünə görə böyükdür. Bizim kainat ən balacasıdır. Bizdə mələk ilk canlı varlıq kimi yaradılan Brahmanın 4 dənə başı var. O Brahma bizim kimi canlı varlıqdır və o biz ruhi canlı varlıq kimi əbədiyyətdən maddi dünyaya gələndə iddiamız var. Allahsız burada neynəyik mövcud olaq, tanrısız.
Tanrısız, öz başımıza, özümüzə Allahlıq eləyək. Özümüzə burada xoşbəxtlik, həzz quraq. Bu saatın özündə də biz əhval-ruhiyyə deyik. Bildiniz? Tanrı da şans verir, imkan verir. Yəni, birinci olaraq Brahma kimi. Brahma adi bizim kimi canlı varlıqdır. Deyir ki, bu deyir kainat sənin qabağında, götür yarat. Allahlıq elə. Və hətta Veda mücrikləri deyir ki, burada olan canlı varlıqların hamısı Həzrət Brahmanın mövqeyindən keçib düşürlər aşağı. Və başqa bir yerdə Narayana, Tanrı Allah ali şəxsi Narayanaya müdriklərdən biri sual verir ki, maddi dünyanı ne üçün yaradırsan, təyinatı nədir buranın? Tanrı orada bir cümlə deyir. Mən həmişə bu mühadilərdə deyirəm. Deyir, mən bu maddi dünya yaratdım ki, səfeh canlılar bura gəlsinlər, səfeh, axmaq. Gəlsinlər bura, mənim gözümdən iraq, mənsiz, xoşbəxt olmağa, həzz almağa çalışsınlar. Sonra törətdiklərinin nəticələrində dolaşsınlar. Qabaqcadan bilir də Tanrı. Nədən sonra nə gələcək? Dolaşsınlar, peşman olsunlar sonra. Məyit olsunlar. Qayıtsınlar, düşsünlər təzədəndən mənə xidmət yoluna gəlsinlər evə. Başa düşdünüz, bir cümlənin içində görürsünüz. Krishna bu sualda qoyulan məsələni açıqlayır. Səfeh canlılar, axmaq canlılar gəlsinlər bura. Həbsxanaya kim gəlib düşür? Həbsxanaya səfeh adam gəlib düşür. Ağıllı adam niyə həbsxanada nə işi var? Belə deyir. Qanun pozğuntusuna yol verir. Hökumətin qanunları gedib düşür həbsxanaya. Eləcə də bu dünya ancaq özünün ruhi can, bizim ruhi şəxsiyyətimizin möhtəşəm qabiliyyətləri, imkanları var, azadlığı var, müstəqilliyi var və onu qurban verir. Nədir ki, burada bədən alır, maddi bədən alır ki, tamamilə məhdudlandırılmış bir maddi bədən, üstə də gəl doğuluş, xəstəlik, qocalıq, ölüm kimi fundamental problemlərlə alır və burada ağalıq iddiasını həyata keçirir. Mən və mənimdir, yalancı ego. Buna axmaq deməyə, səfeh deməyəsən, nə deyəsən? Düzdür. Axmaq və səfeh, özünü və Tanrını unutmaq bahasına ət, sümük, qan, sidik, nəcis birləşməsinə ibarət bədən alırıq burada. Və bundan təkəbbürlüyük, lovğayıq, başa düşürsünüz, cahillik, buna dilə cəhalət. Cahilik biz, hamımız. Ona görə sualın cavabı budur. Əzəli səbəb əbədiyyətdə olub. Biz əbədiyyətdə olanda əzəli səbəb var ki, o səbəbə görə biz gəlirik burama, düşürük həbsxanaya. Əbədiyyətin həbsxanasına, maddi enerjinin təsir altına. Tanrının illüzor enerjisinin təsir altına. O bizə bədən təqdim edir, özümüzü unutmaq bahasına, Tanrını unutmaq bahasına. Və bundan sonra başlayır bizim burada fəaliyyətimiz. Nətər fəaliyyətimiz? Öz başına da, yəni bədənlə əlaqədar fəaliyyətimiz, illüzor enerji ilə əlaqədar fəaliyyətimiz başlayır. Bu da əks reaksiyalar gətirir ki, o reaksiyalara görə biz burada başlayırıq fırlanmağa 8 milyon 400 min bədəndə. Bildiniz? Ta insan bədəninə çatınca. İnsan bədəni sonuncu dəfə verilir ki, şans kimi biz buradan, insan bədəni buradan çıxış üçün ideal imkandır. Qurtulmaq üçün ideal imkandır insan bədəni. Biz ondan istifadə eləsək, əgər istifadə eləməsək, təzədəndən bir də burada necə düşürük, çərxi fələyə fırlanırıq. Vəssalam. Bu proses əbədiyyətin daxilində baş verir, maddi dünyada. Ona görə buradakı bu yaranış, saxlanış, dağılış prosesləri nisbi proseslərdir, nisbi söhbətlərdir. Yəni, bunlar mütləq söhbət deyil. Belə, əgər nəsə aydın deyilsə, nəsə fikir çatmırsa, nəyisə izah elə bilməmişəmsə, təzədəndən yenə də sual verə bilərsiniz. Mən çalışacağım, izah edeyim, açıqlayayım. Mənə elə gəl ki, mən izah elədim cavabı. Bax belə. Hare Krishna.